Əziz canlar, salam. Bugün xülasəsini sizə təqdim eləmək istədiyimiz əsər Scarcity, Why Having Too Little Means So Much. Yoxsunluq ya qıtlıq, nədən çox azların anlamı bu qədər böyükdür? Bu əsər 2013-cü ildə iqtisadiyyatçı Sandhill və psixoloq, rəvanşünas Eldar Şəfir vasitəsilə hazırlanıb və qələmə alınıb. Kitab İranda fars dilində fəqr əhməq mikonət, ya yoxsulluq axmaqlaşdırır adıyla tərcümə olunub. Bu kitabı seçməyimizin əsas səbəbi bundan ibarətdir ki, bu kitabda ortaya qoyulan məsələlərin bir çoxuyla biz həyatımızın bir çox sahəsində hər zaman dərgirik və həyatımıza bu kitabda dərc olunanlar öz təsirini buraxır. Sizi bu kitabın xülasəsini eşitməyə dəvət edirəm. Kitabın birinci bölümündə yazısı bizi bir anlamla tanış edir. Yoxsunluq tuneli. Bizim hər birimiz həyatımızda müxtəlif sahələrdə müəyyən boşluqlarla qarşılaşırıq. Məsələ, pul çatışmır, zaman çatışmır, ətrafımızda insanların azlığını, qıtlığını hiss edirik. Hissiyatımızda boşluq hiss edirik, rabitələrimizdə boşluq hiss edirik və bütün bu boşluqlar kitabın birinci bölümündə yazılanlara görə bizi bir tunelə daxil edir. Görübsünüz ki, yolda tunelə daxil olduğumuzda gördüyümüz şey artıq ətrafdakı çəmən, bayır, çöl, dağ, quş və təbiətdə olan şeylər deyil. Gördüyümüz şey sadəcə tunelin içində olanlar, tunelin içindəki çıraqlar, tunelin içində dolaşan səs və orada mövcud olan qaranlıqdır. Qıtlıqlar və boşluqlar da yazıcıya görə bizi həyatda belə bir boşluğa və belə bir tunelə daxil edirlər. Hamımız həyatımızda görmüşük ki, zaman az gətiririk, aybaşı olur, pul az gətiririk, imtahanlar vaxtı zaman az gətiririk, tək qalırıq, yalnız qalırıq, həyatımızda müəyyən bununla bağlı boşluqlar hiss edirik və bunların hamısı da bizi bir tunelə daxil edir ki, artıq ətrafımızdakı görməyə qadir olmuyor. Kitabda bir misal gətirir. Hindistanda bir yolxucu və vacir xəstəlik ortaya çıxır. Əhali yoxsulluqdan, pulsuzluqdan həmin xəstəliyi müalicə eləmək üçün lazımi dərmanları almaq imkanları olmur. Pulları çatışmır. Sazman Behdaş Cahani gəlir bir xəstəliyin yoluxmasının, daha artıq intişar tapmasının qarşısını almaq məqsədi ilə gəlir bir tərh icra edir orada. Belə ki, xəstələrin bütün müalicə xərclərini, dərman, dava xərclərini, hamısını pulsuz bunlara təmin edir və onların istifadəsinə verir. Lakin baxır görür ki, yenə də bu insanlar həmin dərmanları 2 gündə məsələ 3 dəfə, 4 dəfə, 2 dəfə qəbul eləmədilər, bunlardan imtina edirlər və beyinlərində olan məşğuliyyət və bunların o tuneldə yaşamaları buna mane olur. Gətirir, bu məsələni həll eləmək üçün belə bir sistem nəzərdə tutur ki, öz həkimlərini, öz pərəstarlarını hər gün bunların təhbətəh qapısına göndərir və bunları həman dərmanları istifadə eləməyə məcbur edir. Həmin insanlar
baxmayaraq ki, ağır bir xəstəlikləri var, ağır bir mərəzə düşüblər, dərdə düşüblər. Lakin bu düşüncə ki, bu gün yemək tapacağım yeməyi, bu gün uşağım ac yatacaq, tox yatacaq, paltarım nə olacaq, bu borcu necə verəcəm, evin kirasını necə verəcəm, dükanın kirasını necə verəcəm, elektrikin, suyun, telefonun, və s. bir çox xərclər ki, bunlar bundan qarşı-qarşıyadılar. Səbəb olur ki, bunlar hətta eləcə bir ağır xəstəliyin müalicəsinə baxmayaraq ki, bunun müalicəsi üçün bütün imkanlar da hazırdır, bundan imtina eləsinlər. Bu, insanların yerləşdiyi həmin tüneldir və biz özümüz də həyatımızın müxtəlif bölgələrində müxtəlif məsələlərimizlə bağlı bu tunelə yerləşirik. Pul az gətiririk, həyatın fişarı çoxalır, bir çox fikirlər yaranır beynimizdə və verdiyimiz qərarlar da həmin tunel daxilində və onun təsiri altında verilir. Kitabın digər bölümü Pəhnay band ya bandit genişliyi məsələsi ilə əlaqədardır. Təsəvvür edin ki, bir kompüterdən istifadə edirik, biz o kompüterdə bir musiqi play eləmişik, bir projemizin renderini alırıq, eyni zamanda internet brauzeri açmışıq, bir neçə internet brauzeri açmışıq, birində translate işi görürük, birində axtarışlarımızı aparırıq və bu kompüterin həm CPU-sundan, həm RAM-indən biz müxtəlif ücretlər çəkirik. Ki, şübhəsiz bu da orada apardığımız bütün işlərə öz təsirini və hətta öz mənfi təsirini buraxır və onlardan istifadələrimizi, o proqramlardan istifadələrimizi məhdudlaşdırır və sürətini endirir. Alimlər bu dediyim prosesi insanın beynində gedən proseslə də müqayisə edirlər və onu eyniləşdirirlər. Bu dəstədə, bu istiqamətdə 2 azmaş aparılır. Bir azmaş azmaşqa şəraitində, bir azmaş təbii həyat şəraitində. Azmaşqa şəraitində aparılan bu yoxlamada bir qrup insanları dəvət edirlər, bunları 2 dəstəyə ayırırlar. Hər ikisinə də bildirirlər ki, sizin maşınlarınız təsəvvür edin ki, xərab olub. Birinə bildirirlər ki, maşınınızın təmirinin $300 xərcidir, birinə bildirirlər ki, maşınınızın təmirinin $1300 xərcidir. Azmaşın sonunda bu 2 qrupdan aparılan yoxlama nəticəsində aşkar olunur ki, o insanlar ki, $1300 borcunu düşünüblər, baxmayaraq ki, bu borcun həqiqəti də yoxdur. Bu insanlar sadəcə təsəvvür ediblər ki, belə bir şərait var və bu $1300 təmin eləməlidirlər. O insanlar ki, $1300 təmin eləməyə çalışıblar, neçə gün yatmamış insanlar qədər beyinlərinin funksiyası və əməlkərdə aşağı düşür. Digər bir yoxlamanı mühitdə aparıblar alimlər və kitabın hazırlayıcıları. Hindistanda əkin və biçin fəslində müəyyən bir əkinçilərə ki, neyşəkər əkirlər, onlara müraciət edirlər. Bunlar biçindən sonra ki, məhsullarını satırlar, maddi imkanları yaxşı vəziyyətə gəlir, eləyə bilirlər ki, borclarını verələr, qəbzlərini verələr, istədikləri ehtiyacları təmin eləyələr, evlərinə lazım olan yeməyi alalar, xanımlarının, uşaqlarının istədiklərini qarşılayalar. Bu əkinçilərin əməlkərdir məğziləri ya beyin funksiyaları tam normal vəziyyətdədir. Həmin əkinçilərə biçindən öncə də bir yoxlama aparılır və o vaxt ki, bunların borcları var, qəbzlərini verə bilmirlər, evə yemək gətirməkdə, çörək gətirməkdə zorlanırlar, uşaqlarının, ailələrinin istədiklərini təmin eləyə bilmirlər, bir münasibət olur, bir toy olur, bir qonaqlıq olur, ora hədiyyə aparmaqda problem yaşayırlar, s. və s. Bunlar
həmin yoxlamada IQ testi ki aparırlar bunların üzərində, normaldan 13 imtiyaz daha aşağı IQ testində bunlar cavab verirlər və hətta bunların bəziləri beyni əlil və əqimi zehni insanların əməl şərdini və funksiyasını yoxlamalarda göstərilir. Biz hamımız həyatımızda bu məsələ ilə qarşı-qarşıya gəlirik. Yəni, bir çox şeylərin yoxluğu, boşluğu yaşamışıq, görmüşük. Kirayənin vaxtı gəlib, işçinin hüququnu vermək vaxtı gəlib, bimə vaxtı gəlib, darai vaxtı gəlib, şəxsi ehtiyaclarımız olub, maşın xərab olub, s. və s. Və hətta şəxsi həyatımızda hissi məsələlərimizlə özümüzdə boşluq hiss eləmişik, boşluqlar yaşamışıq, rəvabitimizdə problem yaşamışıq və bunlar, bu pəhnayı band bizi lazım olmayan və bizə gələcəkdə yaxşı nəticələr bəxş eləməyən məsələlərə itib və bir qərarlar o həmin dövrlərdə qəbul eləmişik ki, o vəziyyətdən çıxış üçün bu sonra bizə də daha böyük mənfi təsirlər buraxır. Kitabın digər fəsli miopi vəziyyəti ya da nəzdikbini, sadəcə yaxın görmək vəziyyəti ilə olur. Bəzi hallarda ki, yoxsunluq bizə qalib olur, qıtlıqla qarşılaşırıq müxtəlif sahələrdə, özəlliklə mali məsələlər sahəsində biz sadəcə o dəqiqə o vəziyyətdən çıxışı düşünürük. Kitabda bir misal gətirir. Bir dənə şəxs müəyyən məsələlərdən aybaşı kirayəni ödəməkdən aciz olur. Həmin adamın ağlına gələn birinci şey budur ki, gedim bir vam götürüm, bu kirayəmi verim və bu məsələdən çıxım. Gedir, götürür, aybaşı gəlir, borcu verir. Sonra bankın məhsulu buna təklif edir, istəyirsən başqa bir vam götürəsən. Bu düşünür, yenə də məsələn, filan şeyi almalıyam, hə, yaxşı olar, şeylə vam götürüm, onu alam, vamı götürür təkrar ona və bu vam, o vam gün ora gəlir çatır ki, baxır ki, evdə müsadirə olundu, maşınla müsadirə olundu bank tərəfindən və artıq gündəlik xərclərini qarşılayacaq belə imkana malik deyil. Biz hamımız həyatımızda, özəlliklə iş həyatı yaşayan insanlar bununla mali məsələlərdə qarşılaşıblar. Filan çəkin vaxtı gəlir, filan kirayənin vaxtı gəlir, filan borcun vaxtı gəlir. Hə, bunu verək ki, bax bizim çəkimizi bərcəşdirməsin, sabiqəmiz xərab olmasın. Bunu verək ki, filan kəsin yanında xərab olmayaq, qürurumuz incinməsin, s. və s. Hətta bəzən bunlardan çıxmaq üçün çox məntiqsiz işlərə əl atırıq. O cümlədən gedirik, nuzul pul götürürük və sonra bir vaxt gözümüzü açırıq, baxırıq, görürük ki, o bankda bizə dəyəcək zərər, nuzulxorun vurduğu bizə zərərdən həm maddi cəhətdən, həm etibarı cəhətdən, həm heysiyyəti cəhətdən onlarla və yüzlərlə dəfə daha az imiş. Ya bu ki, filan dostumuz bizdən küsəymiş, bundan çox daha yaxşıymış ki, gedək filan sevmədiyimiz və bizə çox əvaqiblər gətirə biləcək bir nəfərdən borc alaq və bu məsələnin altından çıxaq və həyatımızda başqa şeylərdə də, yəni məsələn, maşın xərab olur, həyatdır, insanın yetərli pulu olmur. Dözmək yerinə insan bunu seçir ki, mən filan kəsdən borc eləyim, bu borc, o borc, ata sözüdür, əlinin bölkün, vəlinin başına, vəlinin bölkün, əlinin başına. Bir baxırsınız ki, hər şey
çox daha bətər vəziyyətə gəlib çıxır. Və kitabda bu tələyə düşməməkdən, miopi, yaxını görmək və nəzdikbini vəziyyətindən qaçınmağın vacibliyinə ciddi təkid olunur və bizi bu məsələyə dəvət edir. Digər fəsildə bizə bildirilən məsələ bundan ibarət ki, yoxsunluq sadəcə maliyyə məsələlərlə deyil. Biz həyatımızda müxtəlif qıtlıqlar və müxtəlif yoxsunluqlar ilə qarşılaşırıq. O cümlədən elə vaxt olur ki, zaman çatışmır. Məsəla, bir ananı təsəvvür edin ki, bir 3 uşağı var, özü işə gedir. Hər zaman bunun bəxt və zaman yoxsunluğu var. Bir danışçını nəzərdə tutun ki, imtahan gecəsidir, bütün işlərini toplayıb, qoyub axır vaxtda burada yenə də zaman yoxsunluğu ilə qarşılaşır. Bir adamı təsəvvür edin ki, uzun zamandır hər hansı bir hissi rabitəyə, indi cinsi müxalifi ilə girə bilməyib və bir hissi boşluq yaşayır. Bir adamı nəzərdə tutun ki, münzəvi vəziyyətdə yaşayır, insanların dostluğuna, insanlardan diqqət görməyə, təvəccüh görməyə, sevgi almağa möhtacdır. Və biz bu yoxsunluğu həyatımızın müxtəlif bazələrində, müxtəlif məsələləri ilə əlaqədar yaşayırıq. Və burada da biz eyni vəziyyətə düşürük. Həmin dediyim üzrə bir adamı təsəvvür edin ki, uzun zamandır hər hansı bir müxalif cinsi ilə bir münasibəti, bir rabitəsi olmayıb. Uzun zamandan sonra belə bir fürsət yaranıb ki, bu biri ilə bir irtibat qura bilsin, bundan bir qərar qoyub. Bütün fikrini, zikrini, özünü buna toplayıb ki, mən özümü buna necə qəbul elətdirə bilim, necə bu adamı razı sala bilim, necə bu adamın gözündə yaxşı görünüm, necə məni bəyənsin və bunlar hamısı da yenə də tunel içərisində verilən qərarlardır və bu qərarlar da şübhəsiz ki, dediyimiz miopi əsərinə və düz nəticələrə çatmamağa səbəb olacaq. Həmişə də bu təcrübə olunub, hər birimiz də elə iş müsahibələrində, iş görüşmələrində, həmin bu ehsasi rabitələrdə, hətta adi dostluqlarda bunu təcrübə eləmişik. O vaxt ki, istəmişik, hər şeyi o adamın gözlədiyi kimi hazırlayaq. Çünki biz də artıq o tunel içində təsmin tuturuq, ətrafda baş verənləri görmürük, o işin gələcəyini görmürük, o adamla rabitənin gələcəyini görmürük və bir çox canibi məsailə fikirləşmirik. Nəticətən o məsələ baş versə də, baş verməsə də görmüşük ki, bizim zərərimizə olan bir proses gedib və heç də gələcəkdə yaxşı bir nəticə almamışıq. Kitabın son fəsli bizə müəyyən çıxış yollarını verməyə həsr olunur. Biz bu tunellərə daxil olmamaq üçün, bu miopi vəziyyətinə düşməmək üçün, pəhnai bandımızı azad eləyə bilmək üçün nə eləyə bilərik, nə işlər görə bilərik və nə addımlar ümumiyyətlə bizim tərəfimizdən və cəmiyyət tərəfindən məsələ ilə bağlı atılması mümkündür. Birinci budur ki, biz hər zaman öz düşüncələrimizdə bir initaf yaradaq və gələcəyə yönəlik addımlar ataq. Kitabda bir misal çəkir. Bir dənə kəndidə bəzi nüzulxorlar var. Bu nüzulxorlar 30%, 30%, 40% vamlar verirlər. Eyni zamanda həmin kəndidə 13%, bəzən 8% banklardan da vam almaq mümkündür. Əlbəttə, orada bank sistemləri də bizim bank sistemlərimiz deyil ki, insanın da məzarının da sənədini istəyirlər bir vam vermək üçün. İnsanlar çox rahatlıqla müraciət edib banka vam ala bilirlər.
Lakin bu adamlar bir neçə ay öncədən iqdam edib vam almaq yerinə güdürlər ta ki, hadisələr böhranı vəziyyətə gəlir. O zaman gedirlər həmin nüzulçulara müraciət edirlər. O nüzulçuların yanında öz qızılların, çarələrin girov qoyurlar və çox yuxarı dərsədlərlə vamlar alırlar. Halbuki bunların bu mütaliədə görünür ki, bunların aldıqları vamların bir çoxu da öncədən hesablana bilər. Yəni bir çox adamı görür ki, gediblər xanımlarının zaimanı üçün vam alıblar. Bir hadisə ki, bunlar bunun baş verəcəyini 8 ay, 7 ay öncədən bilirdilər və təxmin eləyə bilərdilər. Bunun üçün vama da iqdam eləyə bilərdilər. Hətta vam xaricində eləyə bilərdilər ki, hər ay müəyyən bir vəsaiti və mali imkanları buna ayırarlar və bu vəziyyətə düşməyirlər. Yəni ki, məsələ, bəzi vamlar abmurvarid kimi bir mərizliyin müalicəsi üçün alınır. Bir mərizlik ki, bunlar neçə ildə ona dərgirdilər. Bilirlər ki, bu nəhayətən gərək əməl oluna və buna plan hazırlamaq, neçə ay öncədən hazırlanmaq müxtəlif cəhətlərdən mümkündür. Biz də həyatımızda maalesef belə bir şeylə müvacih oluruq və belə bir sistemi tətbiq edirik. Yəni gözləyirik ki, 90-cı dəqiqə gəlir, 90-cı dəqiqə düşünürük ki, bəs indi kiranı necə verməliyik? Gözləyirik ki, bizə bir maşın dəyir, onda düşünürük ki, bəs əlan bunun dimaristan xərclərini necə təmin edirik? Gözləyirik ki, ciddi bir mərizliyə düşürük, onda bunun mali mənabeyini oradan-buradan borc eləmək yadımıza düşür və s. və s. Biz hər birimiz bunlarla müvacih oluruq və kitabın tövsiyəsi budur ki, biraz gələcəyə yönəlik və planlı şəkildə hərəkət olunsun. O biri məsələ ki, kitab vurğulayır bunun icrasının vacibliyinə bundan ibarətdir ki, biz şübhəsiz hər birimiz həyatda tuneldə olduğumuz, miyopi vəziyyətinə düşdüyümüz günlər və dövranlar olur. Biz çalışaq özümüzə hakim olmaqla, özümüzü tanımaqla, beynimizin funksiyasını tanımaqla, öz mühiti şəraitimizi tanımaqla və bu istiqamətdə elm əldə eləməklə məsələyə göydən baxmaq imkanını yaradaq və özümüzü o şəraitdə qoymayaq. Zaten bu məsələnin elə başa düşülməsi, bu ki, biz hiss eləyə bilər ki, biz indi tuneldə təsmin tuturuq, indi nəzdikbini vəziyyətində təsmin tuturuq, bizə böyük köməklik elər bu məsələdən çıxışa. O biri məsələ bundan ibarətdir ki, biz eləyə bilər ki, işləri sadələşdirək və bir çox işin eyni zamanda həndel olunmasını və irəliyə götürməsinin qarşısını alaq. Məsələlər kiçik də olsalar, bəzən görürsünüz ki, gündə bir çox kiçik məsələlərlə qarşı-qarşıyayıq. İnternet kəsilir, mobilin qəbzi gəlir, filan yerdə filan dostumuzun başına filan hadisə gəlir, qohumlarda filan kəs ölür. Bu hadisələrin hamısı müstəlzimi budur ki, biz bir çox şeylərə eləyə bilər ki, yox deyək, bir çox şeylərdən imtina eləyək, bir çox şeylərə qarşı duraq, bir çox şeylərə özümüzü qarışdırmayaq və eləyə bilər ki, beynimizin pəhnai bandını ora qədər ki, mümkündür azad eləyək və bir işi görəndə də sadəcə o işin üzərində diqqətimizi toplayaq. Nəinki bir sətir yazaq, bir mobil qəbzi verək, bir sətir yazaq, bu SMS-in cavabını verək, bir sətir yazaq, sairə və hər işdə dəqiq olaraq beynimizin pəhnai bandını ora qədər ki, mümkündür azad edir. O biri yol ki, bu məsələ ilə bağlı təklif olunur, bir miqdar hakimiyyətə və bir miqdar bizim iş siyasətlərimizi qoyanlara qayıdır. Hakimiyyətə qayıdan bölüm bundan ibarətdir ki, irəliləmiş ölkələrdə, özəlliklə məsələ Avropanın şimalında, qərbində yerləşən o sosial-demokrat ölkələrdə insanların bir çox dəğdəğələri yoxdur. Yəni, insanlar bilirlər ki, mən işsiz olsam da işsizlik maaşı alacam. İnsanlar bilirlər ki, mən ev almaq üçün 100 il gözləmək
bizim ölkəmizdə olduğu kimi belə bir şəraitə ehtiyac yoxdur. İnsanlar bilirlər ki, istədikləri maşını mövcud imkanları çərçivəsində ala bilərlər və lazım deyil ki, məsələ yəni Saypanın, İran Xodronun bir məsxərə bir məhsulu üçün 1 milyard yarım pul verərlər və bunları çox aşağı imkanlarla hakimiyyətlər bu insanlara yaradırlar və bu da avtomat olaraq insanların həm pəhnai bandını azad edir və həm bunların cəmiyyətdəki bəhrəvərlərini artır. Digər hakimiyyəti və ya hətta öz müdiriyyətimizlə bağlı məsələ də bundan ibarətdir ki, biz iş yerlərimizdə gətirək məsələləri çox sadələşdirək. Bu kitabda bir misal vurur. Bir holding müxtəlif ölkələrdə, müxtəlif kişvərlərdə müxtəlif şöbələri olur. Şöbələr də bir dükandan ibarətdir ki, içində 2 nəfər, 3 nəfər məşğuldurlar, bir şeylər satırlar, onların satışı ilə məşğul. İnsanlar da hesabdarı mütəxəssisi deyirlər, hesab kitab dövrəsi görməyiblər və həmin holding bir iqtisadiyyatçıya müraciət edir və bundan xahiş edir ki, bunların hesab kitaba hakim olması üçün bu işçilərin bir mekanizm tərifləsin. Mekanizmi şəxs tərifləyir, gəlir özü başlayır hesabdarının o məbanisin, usulların və s. Görür ki, 1 aylıq bir ağır bir dövrə hazırlandı və bunu başa düşmək üçün görür ki, öz danışıqları, hətta danışqatda bunu başa düşməyə zorlanacaqlar. Qalaq ki, elə məsələn filan xanım satıcı, filan furuşqatda. Mekanizmi ki, nəzərdə tutur bundan ibarət ki, gəlir bazarda bir təhqiq aparır və insanların hesab kitabı saxlamaq üçün sadə yolların hamısını toplayır. Məsələ bir furuşqaha müraciət edir, görür ki, bir xanım 4 məhsul satır. Bir məhsuldan aldığı pulu libasirinin bu tərəfinə qoyur, bir məhsuldan aldığını libasirinin o tərəfinə qoyur, bir məhsul bu corabının altına qoyur, bir məhsul da o corabının altına qoyur və axşam bunların hesabını çıxardır. Bir çox kitabda bu kimi misallar mətrəh olur və bunların hamısını toplayır. Hamısını toplayandan sonra gəlir bir mekanizmi çıxardır hesab kitabları saxlamağa, sadə mekanizmlər əsasında ki, insanlar gələ bilirlər, bir gündə bu dövrəni görə bilirlər və lazımdır ki, çox əsası hesabdarı məbanisi ilə tanış olalar. Nəticə itibarilə biz özümüz şəxsən də bir çox şeyləri sadələşdirərək, mürəkkəblikdən çıxardaraq, onlara özümüz qarışıqlıq bəxş eləməyərək eləyə bilirik ki, pəhnai bandımızı həm azad eləyək, həm zamanımızdan optimal behinə istifadə eləyək və həm daha yaxşı nəticələr ala bilək. Kitabın son bölümü və hətta nəticəsi bundan ibarətdir ki, biz bir çox hallarda yoxsulluq hiss elədiyimiz məsələ istər maliyyə məsələlərində olsun, istər şəxsi həyatımızda olsun, hissiyatımızda olsun, zamanımızda olsun və hər bir şeydə bir çoxu onun boşluğu ilə əlaqədar deyil. Bizim beynimizin funksiyası ilə və əməlkərliyi ilə əlaqədardır. Və biz bunu başa düşərək göstərilən metodlar əsasında bunu idarə eləyərək, şübhəsiz ki, eləyə bildik çox yaxşı nəticələr əldə eləyək və bir çox yerlərdə tunel daxilində və miopi vəziyyətində və pəhnai bandın zəifliyi vəziyyətində təsminlər tutmayaq və qərarlar qəbul eləməyək. Ümid edirəm ki, bu kitab hər kəs üçün müfid olmuş olsun, ifadə elədiyim xülasə və təklif edirəm ki, mütləqa kitabın tamamını oxuyasınız. Bu sadəcə bir xülasə idi və kitabın əslində şübhəsiz ki, bir çox misallar və bir çox yol göstərmələri ilə daha yaxından və daha dərin tanış ola biləcəksiniz. Hamınıza təşəkkür edirəm.